Space'in efirində. Yəni, bugün bura gəlmişəmsə, mən yalan danışmamalıyam. Yalan, doğru. Hesab edirsinizmi ki, həmkarınız Məryəm Süleymanova sizə cadu elətdirib? Burada məşhurlar hədəf olacaq. O söhbət yalan söhbət idi. Məni heç bir restoranda döyməyiblər. Burada yalan detektoru məşhurların sirrini açacaq. Borc içində olduğunuz üçün evi satmısınız? Bəli. Məşhurların həyatında və sənətində baş verənlər, Aygün Kazımovaya qarşı siz qıcıqlısınızmı? cavabsız suallar, gizli məqamlar. Bu çoxdan olub, amma istəməzdim bugünkü gündə bu söhbətlərə qayıdım. Yalan detektoru bizə düzünü deyəcək. Şəxsən mən onu yaxşı rəqqasə kimi hesab etmirəm ki, Hind rəqslərini. Cümə günü Space'in efirində. O verilişdən sonra düzünü desəm sevmirdim Aygün xanımı. Biz həqiqəti biləcəyik. Siz həmin şəxsi böyük bir məhəbbətlə sevirsiniz yoxsa yox? Əlbəttə ki. Həqiqətə hazır olun.